Məlum olduğu kimi maddənin aqreqat halının dəyişilməsində, onun xüsusi istilik tutumunda dəyişir. Bu zaman maddələrin aqreqat halları, yəni biz bu gün maye və qaz halında olan maddələri öyrənəcəyik, onların da fiziki xassələri dəyişir. Maddələrin aqreqat halında onların xassələrinin dəyişilməsi əsasən onların temperaturunun, təzyiqinin və həzminin dəyişilməsinə təsir göstərir. Biz bilirik ki, makroskopik parametrlərdən biri sabit qalmaqla digər üçü arasında asılılıqların dəyişilməsi ideal qaz qanunları adlanır. İdeal qaz qanunlarını öyrənməzdən əvvəl biz maddələrə, maye halında olan maddələrə və yaxud qaz halında olan maddələrə təsir edən qüvvələri araşdırmalıyıq. Bu zaman ona təsir edən qüvvə F bərabərdir 0 halında olmalıdır ki, yəni ideal qazda bütün qüvvələrin əvəzləyicisi 0 olduqda onların təzyiqinin, temperaturunun və həcminin dəyişilməsi sabit qalır. İdeal qaz səviyyəsindən biri, ideal qaz qanunlarından biri Boyle-Mariotte qanunu adlanır. Biz bilirik ki, verilmiş kütləli ideal qazın temperaturu sabit qalarsa, təzyiqinin həcmi hasili dəyişməz qalır ki, bu da Boyle-Mariotte qanunu adlanır. Bu proses izotermik proses adlanır. İzotermik proses, yəni izos və termos sözündən götürülüb bərabər istilik deməkdir. İzotermik halında sistemin temperaturu dəyişmədiyi halından onun kinetik enerjisi və daxili enerjisi də dəyişmir. Dəyişən qazın təzyiqi və həcmi olur. İlk dəfə bu hal tənliklərini Klapeyron tərəfindən müəyyənləşdirilmişdir. Klapeyron müəyyənləşdirilmişdir ki, qazın təzyiqinin, həzmi hasilinin temperaturu nisbəti dəyişməz kəmiyyətdir. Sonra bu qanun Mendeleyev tərəfindən də kəşf olundu və bu qanun ikisi bir yerdə, ideal qaz qanunları bir yerdə Mendeleyev-Klapeyron tənliyi adlanır və Mendeleyev müəyyənləşdirmiş ki, qazın təzyiqin həzmi hasili, yəni PV bərabərdir, M bölünsün böyük M bölünsün rho RT-yə. Biz bilirik ki, qazın təzyiqi onun həcmi ilə tərs mütənasibdir. Əgər hər hansı bir qazın temperaturu sabit qalarsa, onun həcmi genişlənərsə, bu zaman onun təzyiqi azalır. Və yaxud da tərsinə, həm qazı sıxarıqsa, bu zaman həcmi kiçilirsə, onun təzyiqi artır. Sabit təzyiqin temperaturdan asılılığı hər hansı K0 nöqtəsindən başlayaraq, yəni temperaturun 0 halından başlayaraq düz xat qanunundan dəyişir. Bu qanunu eyni zamanda P1 V1 bərabərdir P2 V2, o da bərabərdir P3 V3 və yaxud da nöqtə və konstant halında dəyişdiyi bilinir. Buradan belə çıxır ki, P vurulsun V kəmiyyəti sabit kəmiyyət olub, yəni qazın təzyiqi artdıqca, onun həcmi azalırsa, bu zaman o dəyişməz qalır və bu cür proses izotermik proses adlanır və bu əyrilər izoterm əyriləridir və müxtəlif temperaturlara uyğun əyrilər, izoterm əyriləri əmələ gəlmişdir. Demək, PV hasili artdıqda, demək, yüksək temperaturda izoterm koordinat, deməli, başlanğıcından yuxarıda yerləşir. Əgər temperatur azalırsa, izoterm əyriləri koordinat başlanğıcından aşağı səviyyədə yerləşmiş olur. Deməli, ideal qazın tabi olduğu qanunlardan biri də Cey-Lussak qanunudur. Cey-Lussak qanunu, deməli, sabit təzyiqdə qazın həzminin, verilmiş kütləli ideal qazın sabit təzyiqdə həcminin temperatura nisbəti dəyişməz kəmiyyətdir ki, bu da Cey-Lussak qanunu adlanır və yaxud da izobar proses adlanır. İzobar sözünün mənası, yəni bərabər təzyiq və yaxud da bərabər tutum deməkdir.
İzobar prosesində deməli qazın həcmi V bərabərdir V0 mötərizədə 1 alfa T qanunu ilə dəyişir. Təzyiq də P bərabərdir P0 1 alfa T qanunu ilə dəyişir. Burada bu ifadələrin şəklini dəyişsək, yəni VT halını V0 halına bölsək, onda alarıq ki, qazın təzyiqini, yəni müəyyən temperaturdakı təzyiqinin 0 dərəcədəki təzyiqə nisbəti 273,16 plus T bölünsün 273,6-ya bərabər olduğu müəyyənləşdirilir. Mütləq temperatur anlayışından istifadə edərək biz bilirik ki, qazın mütləq temperaturu 273 dərəcə Selsiya və yaxud da 273,13 T temperaturuna bərabərdir və bunları bu deyilənləri də nəzərə alsaq, eyni zamanda T bölünsün T0 cəmiyyətini də almış olarıq ki, burada da görərik ki, doğrudan da Gill-Ustaf qanununa görə qazın təzyiqi sabit qalır, onun temperaturu artdıqca həcmi də artmağa başlayır. Həmin ifadəni dəyişdirsək, yəni Şarl qanununa görə deməli verilmiş kütləli ideal qazın həcmi sabit qalarsa, bu zaman qazın təzyiqinin temperatura nisbəti də dəyişməz cəmiyyət olaraq qalır ki, bu da Şarl qanunu adlanır və buna da izoxor prosesi deyilir. İzoxor prosesdə bərabər həzm deməkdir. İzoxor prosesdə eyni zamanda qazın təzyiqinin, həzminin temperaturdan asılılığı yenə K0 temperaturundan, yəni mütləq 0 temperaturundan başlayaraq xətti qanunundan artmış olur. Və qazın T temperaturundakı təzyiqinin P0 temperaturundakı təzyiqinə nisbəti, T temperaturundakının T0 temperaturuna nisbəti eyni zamanda onların T temperaturundakı təzyiqinin adi temperaturdakı nisbətinə və yaxud da ilk başlanğıc təzyiqin başlanğıc temperaturu olan nisbəti ilə xarakterizə olunur. Deməli, bizdən belə nəticə çıxırıq ki, bu qaz qanunlarında əsasən makroskopik parametrlərə görə qazın müxtəlif hallarını xarakterizə edirik. Mikroskopik parametrlərdən də burada istifadə olunur ki, mikroskopik parametrlər biz bilirik ki, qazın kütləsidir, qazın sürətidir, qazın deməli müxtəlif hallardakı vəziyyətidir. Deməli, yadımızda belə saxlamaq lazımdır ki, əgər verilmiş kütləli ideal qazdan söhbət gedirsə, bu zaman qazın kütləsi dəyişməz hesab edilir və hər hansı bir qaz götürülür. Biz bilirik ki, ideal qaz o qazlara deyilir ki, onların molekullar arasındakı məsafə onların bir molekulun ölçülərindən dəfələrlə böyük olur və burada baş verən zərrəciklər arasında baş verən qüvvələr o qədər məsafə böyük olur ki, bu çox qüvvələri nəzərə almamaq lazım gəlir və əsasən burada itələyici və qaşılıqlı təsir qüvvəsindən istifadə olunur. Gill və Ustaf qanunlarına uyğun olaraq PVT müstəvilərindən çəkib alınan asıllıqları müəyyənləşdirsək, görərik ki, qazın yəni başlanğıc temperaturdakı qazın həcminin 1 alfa T qanunundan dəyişdik və bu da 0-a bərabər olduğu, eyni zamanda təzyiqin də P0 vurulsun 1 alfa deməli T qanunundan dəyişdik, bu da 0-a bərabər olduğunu müəyyənləşdirsək və eyni zamanda biz bilirik ki, qazın nə başlanğıc həcmin, nə də başlanğıc təzyiqini 0-a bərabər götürmürük. Bu zaman onda alınan tənliklərin sağ tərəfləri bərabərdirsə, sol tərəflərini bərabər götürürük. Yəni 1 plus alfa 1 T1 bərabər olur, 1 plus alfa P Tx-ə, bu da 0-a bərabər olunur. Buradan belə nəticəyə çıxır ki, X halındakı zemin temperaturu 1 plus alfa P, bu da bərabərdir 273,16-ya bərabər olduğunu alırıq. Deməli, K0 nöqtəsindəki koordinatların hər iki halında temperatur mənfi
273,16 dərəcə Selsiyə bərabər olduğu müəyyənləşdirilir. Və buradan belə nəticə çıxışı qaz molekullarının qalın divarlara vurduğu zərbələr nəticəsində qazın təzyiqi və həcmi eyni cür dəyişmir və qazın temperaturu ilə təzyiqi isə eyni cür dəyişir. Əgər temperatur artdıqca qazın təzyiqi də eyni zamanda artır. Xətti qanunun dəyişdiyi müəyyənləşdirilir. Alfa 0 burada temperaturun termik əmsalı adlanır. Temperaturun termik əmsalının da qiyməti 1/273 dərəcə üstü mənfi və yaxud da Kelvinə bərabər, 1/2 Kelvinə bərabər olduğu biz əvvəldən bilirik. Və yaxud da Tx və yaxud da T0 temperaturları isə deməli prosesin baş verməmiş halındakı, yəni başlanğıc halındakı temperaturu və son andakı temperaturları nəzərdə tutulur. Deməli, ideal qazın hal tənliyi dedikdə, deməli, ideal qazın ümumi şəkildə tənliyi əldə edilir ki, ideal qazın ümumi halda hal tənliyi dedik ki, PV bərabərdir, kiçik M bölünsün böyük M, deməli, növ R burada universal qaz sabiti adlanır. Universal qaz sabitinin ədədi qiyməti 8,31 Joule bölünsün, deməli, mol vurulsun Kelvinə bərabərdir. Bunun da fiziki mənası 1 mol maddəni 1 Kelvin qızdırmaq üçün lazım olan enerjiyə bərabər olan fiziki kəmiyyət universal qaz sabiti adlanır və bütün qazlar üçün eyni qiymətə malik olur. Deməli, Klapeyron tənliyinin tənliyi 1 qram, deməli, və ya texniki məqsədlər üçün 1 kiloqram maddənin, deməli, 1 paskal təzyiqindəki və 1 litr həcmdəki götürülmüş maddənin 1 dərəcəsiz temperaturdakı olan nisbəti ilə xarakterize olan kəmiyyəti kimi qəbul edilir və bu da B bərabərdir. V0, P0 bölünsün T0 kimi qəbul edilir və bu da yəni sabit bir kəmiyyət kimi qəbul olunur və bu qazlar üçün, bütün qazlar üçün deməli V0 müxtəlif qiymətlər alır və buradakı B-nin qiyməti müxtəlif hallarda müxtəlif qiymətlərə bərabər olur. Yəni, bütün qazlar üçün bu kəmiyyətdəki B-nin qiyməti heç də eyni ola bilməz. Deməli, nümunə üçün normal şərait dedikdə 1 atmosfer təzyiqində və 0 dərəcə Selsius və 270 Kelvin temperaturunda 1 kiloqram hava üçün B-ni hesablasaq, bu zaman görərik ki, V0-ın qiyməti 1 bölünsün 1,1000-293 metr kubu bölünsün kiloqram, P0 1 atmosfer, o da 1,0033 paskala bərabər olduğunu müəyyənləşdirsək, B-nin qiymətini hesablasaq, görərik ki, B-nin qiyməti 1,293 metr kubuna və yaxud da 10.333 kiloqram bölünsün metr kvadratı vurulsun 1/2 dərəcə vurulsun Kelvinə, bu da 29,7 kiloqram metr bölünsün kiloqram bölünsün dərəcə vurulsun Kelvinə bərabərdir və B-nin qiymətini BS sistemində də ifadə etsək, bu zaman görərik ki, B-nin qiyməti hesablamadığında görürük ki, B-nin qiyməti 287,133 Joule bölünsün kiloqram dərəcə vurulsun Kelvinə bərabər olmuş olur. Və burada müxtəlif qazlar üçün, onların, yəni müxtəlif maddələr üçün, onların molekul çəkiləri, onların kimyəvi, yəni formulaları və həmin maddələrin özlərinin adları ilə göstərilmiş və bunlar üçün B-nin qiyməti hesablanmışdır. Məsələn, bu cədvəldən görürük ki, hidrogen üçün deməli B-nin qiyməti 422,6, məsələn, etilen üçün B-nin qiyməti 30,26. Bax, bu cədvəlin üzrə görürük ki, get-gedə bunların deməli molyar çəkiləri artdıqca burada B-nin qiyməti də azalmağa başlayır. Yəni, bunların hidrogen deyəndə H2, məsələn, karbon qazı deyəndə N2O nəzərdə tuturuqsa, biz bilirik ki, karbon qazının molyar çəkisi 44-ə bərabərdir və bunun deməli B-sinin qiyməti deməli 19,20-yə bərabər olduğu müəyyənləşdirilir. Mendeleyev göstərdiyi kimi, deməli 1 kiloqram
qaz əvəzinə ümumiyyətlə 1 qram mol maddədən də istifadə eləyib, deməli, Avogadro qanunu əslən normal şəraitdə, deməli, qazın da həzmini 22,4 litrə bərabər götürsək və normal şəraitdə ixtiyari qazın 1 qram molu üçün hesablanan qaz sabitini, yəni universal qaz sabitini hesablasaq, deməli, universal qaz sabiti V0 vurulsun P0 bölünsün T0 cəmiyyəti ilə müəyyənləşdirilib və deməli, universal qaz sabitinin qiyməti 8,31 vurulsun 10^7 ek bölünsün mol vurulsun dərəcəsi zoğla bərabərdir. Ek bilirik ki, biz enerjinin SGS vahidlər sistemində 2 vahid növüdür. 1 joule 10^7 ergə bərabər olduğunu biz əvvəlki dərslərimizdən bilirik. Deməli, buradan ölçü sistemi, başqa ölçü sistemlərinə də keçsək, yəni joule-la da hesablasaq, doğrudan da görürük ki, universal qaz sabiti 8,31 joule bölünsün, deməli, mol vurulsun Kelvinə bərabər olduğu müəyyənləşdirilibdir. İdeal qazın hal tənliyini 1 qram, deməli, qaz üçün hesabladıqda PV bərabərdir RT bölünsün mü şəklində hesablasaq və K-nın qiymətini hesablasaq, görərik ki, K-nın qiyməti 1,138 vəraq 12,20 joule bölünsün dərəcə vəraq Kelvinə bərabərdir. K nədir? K burada Boltzmann sabitidir. Boltzmann sabitinin fiziki mənası nədir? Boltzmann sabitinin fiziki mənası enerji vahidləri ilə temperatur arasında əlaqə yaradır və onun qiyməti bütün qazlar üçün 1,138 vurulsun, deməli 10^-23 joule bölünsün dərəcə vuraq Kelvin və yaxud da dərəcə Celsius ilə də müəyyənləşdirilir. Deməli, ideal qazın halını müəyyənləşdirdən sonra onun termodinamik halını da müəyyənləşdirməliyik. Qazın termodinamik halını müəyyənləşdirmək üçün onun daxili enerjisini, qazın gördüyü işi və verilən istilik miqdarını müəyyənləşdirməliyik. Biz bilirik ki, daxili enerji sistemin kinetik enerjisi ilə potensial enerjisinin cəmini xarakteriz edən cəmiyyətdir. Sistemin daxili enerjisi dedikdə, onun halının dəyişməsi, temperaturasının dəyişməsi müəyyənləşdirilir. Bir atomlu ideal qazın daxili enerjisi 2/3 M bölünsün M vurulsun RT qanunu ilə dəyişir ki, bu da deməli ideal qazlar üçün öz hal tənliyini müəyyənləşdirilir. Biz bilirik ki, termodinamikanın 1-ci qanununa görə daxili enerjinin dəyişilməsi qaz üzərində, xarici qüvvələrin qaz üzərində gördüyü işlə deməli qaza verilən və yaxud da qazın aldığı istilik miqdarının cəminə bərabərdir. İstilik miqdarı nədir? Sistemin qızarkən aldığı və yaxud soyuyarkən verdiyi enerjiyə istilik miqdarı deyilir. İstilik miqdarı deməli sistemin deməli müxtəlif proseslərdə halını xarakterize edir ki, istilik miqdarını da müəyyənləşdirmək üçün biz xüsusi istilik tutumu və yaxud istilik tutumu anlaşılanlarından da istifadə etməliyik. Deməli, istilik tutumu deməli maddənin istilik miqdarının onun temperaturu olan nisbəti ilə xarakterize olunur və istilik miqdarı, istilik tutumu maddənin istilik miqdarından və temperaturundan da asılı olan cəmiyyətdir. Xüsusi istilik tutumu isə istilik miqdarı bölünsün M vurulsun delta T qanunu ilə dəyişir ki, bunun da deməli vahidi joule bölünsün kiloqram vurulmuş Kelvinə bərabərdir. Deməli 1 kiloqram maddəni 1 Kelvin qızdırmaq üçün lazım olan enerjiyə xüsusi istilik tutumu deyilir və xüsusi istilik tutumu maddənin növündən asılı olan cəmiyyətdir. Hər bir cəmiyyət üçün müxtəlif qiymətlərə malikdir. Deməli, xüsusi istilik tutumunu müəyyənləşdirmək üçün kalorimetr ilk dəfə Leyden bankasından istifadə olunub və kalorimetr adlanan cihazdan istifadə olunur. Deməli, maddənin və yaxud da qazın və yaxud da mayenin üzərində görülən iş var. Bir də xarici qüvvələrin mayelər üzərində gördüyü iş var. Xarici qüvvələrin qaz üzərində gördüyünü müəyyənləşdirmək üçün poşinlər vasitəsilə qazı hərəkət etdirməklə və onun həzmini müxtəlif vəziyyətlərə gətirməklə qaz üzərində görülən işi müəyyənləşdirilir. Deməli, qaz üzərində və yaxud da xarici qüvvələrin gördüyü iş dedikdə, deməli, xarici qüvvələrin gördüyü iş həmişə müsbət götürülür, qaz üzərində görülən işlə mənfi götürülür.
Bunları müxtəlif izoproseslər üçün müəyyənləşdirək. İzotermik prosesdə. İzotermik prosesdə deməli, temperatur sabit qaldığına görə qazın daxili enerjisi dəyişmir. Qazın daxili enerjisi dəyişmədiyindən onun daxili enerjisinin dəyişməsi sıfıra bərabər olur. Deməli, termodinamikanın birinci hal tənliyi deməli, Q bərabər olur, delta Q bərabər olur, delta I. İkinci halda izobor prosesdir. İzobor prosesdə qazın təzyiqi sabit qalır. Qazın sabit qaldıqda termodinamikanın hal tənliyi dəyişmir, yəni delta O bərabərdir, Q plus A şəklində qalır. Üçüncü izoxor prosesdir. İzoxor prosesdə qazın həzmi sabit qalır. Həzm sabit qalırsa, demək qaz üzərində iş görülmür. Qaz üzərində iş görülmürsə, deməli verilən istilik miqdarı hamısı daxili enerjinin dəyişməsinə səbəb olur. Üçüncü adiabat proses. Adiabat proses o prosesdə deyilir ki, cisim nə xaricdən istilik alır, nə də xaricdən istilik verir. Yəni istilik miqdarı dəyişmir, sabit qalır. Yəni bu zaman daxili enerjinin dəyişməsi hamısı görülən işə sərf olunur.